7-ci sinif coğrafiya dərsliyindən birinci mövzudan başlayaraq düz axırıncı mövzuya qədər izah edəcəm. Bu videomda ilk mövzudan başlayacağım. İlk mövzuya baxaq görək nə mövzusudur. İlk mövzu coğrafi mövqeyin təyinidir. İndi mən burada altından xətt çəkilmiş yerlər ən önəmli yerlərdir. İndi gəlin başlayaq. Sual və tapşırıqları axırda deyəcəm. Gəlin başlayaq. Singapur eyni adlı paytaxta malik şəhər dövlətdir. Bu ölkə güclü iqtisadiyyəyə malikdir. Üzr istəyirəm. Mən altından xətt çəkilmiş sözləri oxuyacağım ancaq. Malikdir. Dünya xəritəsində bu ölkə demək olar ki, görünmür. Ölkəyə 1 dərəcə şimal enliyi, 103 dərəcə şərq uzunluğunda yerləşir və heç bir ölkə ilə quru sərhəddi yoxdur. Sahəsi 728,6 kub kilometrdir. Singapur çox millətli ölkədir. Ölkə qlobal miqyasda dəniz ticarəti ilə tanınır. Singapur həm də sərnişin daşımasına görə fərqlənir. Hava limanının qitələr arası mövqeyini onun beynəlxalq daşımaları həyata keçirilməsinə imkan verir. Nəticədə kiçik ada ölkəsinin əlverişli mövqeyi onun iqtisadi həyatının mühüm irəliləyişinə səbəb olur. Uşaqlar, bura qədər bitdi. Uşaqlar, indi müəllim sizdən soruşacaq ki, Singapur çox millətli ölkədir, yoxsa az millətli ölkədir? Mən burada oxudum ki, Singapur çox millətli ölkədir. Siz də deyəcəksiniz ki, Singapur çox millətli ölkədir. Burada uşaqlar, müəllim sizdən bunu soruşar. Bu, məsəl üçün deyəcək ki, Singapurun etnik tərkibi, deyəcək ki, orada hansı ölkənin adı çəkilir. Siz də deyəcəksiniz ki, Çinli, yəni Çin, Hindli, yəni Hindli, Malay, yəni onu bilmədim, digər və s. İndi deyəcək ki, Çinli neçə faiz etnik tərkib təşkil edir. Siz də deyəcəksiniz ki, 74,3%. Deyəcək Hindli neçə faiz təşkil edir bəs? Deyəcəksiniz ki, 13,5%. Deyəcək Malay, deyəcəksiniz 9%. Bəs soruşacaq ki, 3,2%-in üçün, 2%-in üçün nə təşkil edir? Siz də qısaca deyəcəksiniz ki, digərləri. Bu qədər. İndi uşaqlar, sizə müəllimə soruşacaq ki, bu ölkə güclü iqtisadiyyəyə malikdir, yoxsa zəif bir ölkədir? Təbii ki, mən burada oxudum bu ölkə güclü iqtisadiyyəyə malikdir. Belə deyəcəksiniz. Sizə müəllim deyəcək ki, ölkə nə enliyində və neçə dərəcə, nə uzunluğunda yerləşir deyəcək. Siz də deyəcəksiniz ki, ölkə bir dərəcə şimal enliyində, 103 dərəcə şərq uzunluğunda yerləşir. Şimal enliyi, şərq uzunluğu. Qısaca belə deyəcəksiniz. Əgər uşaqlar mənim altına xətt çəkdiyim yerləri öyrənməmək istəyirsinizsə, onda öz bilərsiniz. İndi keçək sual və tapşırıqlara. Fəaliyyət, birinci sual. A şəklində təsvir olunan şəhərin iqtisadi inkişafı haqqında hansı fikirləri söyləmək olar? Uşaqlar, indi biz deyə bilərik ki, Singapur eyni adlı paytaxta malik şəhər dövlətdir. Dünya xəritəsində bu ölkə demək olar ki, görünmür. Bu ölkə güclü iqtisadiyyəyə malikdir. Bunları deyə bilərik. Sonra deyə bilərik ki, başqa şeylər də deyə bilərik. Onu artıq siz deyə bilərsiniz. İkinci sualı baxaq. İkinci sualda deyir, B xəritəsinə əsasən Singapurun yerləşdiyi qitəni müəyyən edin. Singapur hansı ölkələrdə sərhədi var? İndi uşaqlar, mən ikinci sualı tam başa düşmədim. Onu əgər siz başa düşürsünüz yaza bilərsiniz. Keçək üçüncü suala. Üçü başa düşərəm, yoxsa düşmərəm, baxaq. C üçüncü sual. C və D təsvirlərinə əsasən sualları cavablandırın. A. C dairəvi diaqramını təhlil edin. Singapurda hansı xalqlar üstünlük təşkil edir? Qısaca deyəcəyik ki, dairəvi diaqramı təhlil edən Singapurda hansı xalqlar üstünlük bir dəqiqə, uşaqlar. Mən çaşdım, şərtini oxudum. İndi biz gəlin deyək də. Çinli xalqlar, Hindli xalqlar, Malaylar və digərləri
və digərləri üstünlük təşkil edir. Onlar deyə bilərik ki, Çinli xalqların etnik tərkibi daha çoxdur. Digərləri isə onlardan daha da azdır. Bunları yaza bilərsiniz. Keçək B variantına. B-də deyir ki, D şəklində təsvir edilən Sinqapurlu uşaqlar C diaqramına verilən hansı xalqların nümayəndələridir? C diaqramına baxaq və şəklə baxaq. Bu birinci uşaq Çinə aiddir. Üst formasından bəlli olduğu üçün Çindir də bu. İkinciyə baxırıq. İkinci də Hindistanlıdır. Yəni Hindli. Üçüncüdən də bəlli olduğu kimi Malaylıdır. Bu. B-ni də yazdığımıza görə keçək dördüncü suala. Dördüncü sual. E və F təsvirlərinə əsasən suallar cavablandırın. A. E xəritəsində daşımaları həyata keçirmək üçün hansı dəniz yolunu şimal və ya cənub seçmək daha məqsədə uyğundur? Fikrinizi əsaslandırın. Uşaqlar, qısaca yaza bilərsiniz ki, cənubda daha əlverişlidir. Bunu yaza bilərsiniz qısaca. B-yə baxaq. F şəkli G xəritəsindəki hansı dəniz yolu üzərində yerləşmişdir? Cavab, xəritədəki limanın böyüklüyü, yazın ki, belə yazarsınız. Xəritədəki limanın böyüklüyü nəzərə alsaq, görsənər ki, F şəklli yol Sinqapurun cənubundan keçən yoldur. Qısaca bunu yaza bilərsiniz, uşaqlar. Keçək C-yə. C-də deyir ki, nə üçün Sinqapurda beynəlxalq əhəmiyyətli dəniz və hava limanları var? Uşaqlar, çünki bu Sinqapurun şəhərinin coğrafi mövqeyi ilə əlaqədardır. Şəhər Avropadan Asiya şərqinə, Asiyadan isə Avstraliyaya gedən yolların üzərində yerləşir. İndi keçək 5-ci suala. Deyir ki, C xəritəsinə əsasən aşağıdakı suallara cavab verin. A. Dəniz nəqliyyatında hansı okeanlardan daha çox istifadə edilir? Baxaq C şəklinə. Uşaqlar, burada deyə bilərik ki, okeanların üzrə yük daşıma həcminə görə birinci yeri Atlantik, ikinci yeri Sakit, üçüncü yeri Hind, dördüncü yeri isə Arktik, şimal buzlu okeanı tutur. Bir dəqiqə. Baxaq 5-ci sualın B variantına. Hansı qitələrin dəniz nəqliyyatında rolu daha əhəmiyyətlidir? Nə üçün Antarktika qitəsi uşaqlar üzr sayın, keçin C variantda. Mən B variantı. Hansı qitələrin dəniz nəqliyyatında rolu daha əhəmiyyətlidir? Uşaqlar, yaza bilərik ki, xəritəyə əsasən müəyyən etmək olar ki, Avropa, Şimali Amerika və Asiya qitələr arasında dəniz nəqliyyatında. Uşaqlar, belə yaza bilərik. 5-ci sualın C-sinə baxaq. Nə üçün Antarktika qitəsi dəniz nəqliyyatı ilə yük daşımasında iştirak etmir? Bunun qitənin coğrafi mövqeyi ilə hansı əlaqəsi ola bilər? Uşaqlar, yaza bilərsiniz ki, Antarktikada daimi yaşayan əhali olmadığından yük daşıma da olmur. Sakinlərin olmaması qitədə iqlimin həddindən artıq soyuqluğu ilə bağlıdır. Bu isə qitənin coğrafi mövqeyinə görə belədir. Çünki Antarktikada soyuq qış daha soyuqda yerləşir. Daha soyuqda yerləşir. Uşaqlar, dərs bitdi. Bu qədərdir. Sağ olun. Görüşmək üzrə. Gələn dərs inşallah görüşərik. Gələn dərsi qısaca belə göstərim. Gələn dərsimiz coğrafi mövqeyi necə təyin etmək olar. Asan bir dərsdir. Bu arada sağ olun. Görüşərik.